Salam dostlar, salam. Çoxdan da sizə bir müraciət eləmək istəyirəm. Deyirəm, bizə nə oldu görəsən? Ümumiyyətlə, nə baş verdi həyatımızda ki, biz belə olduq? Yoxsa əvvəldən belə idik? Yenə deyirəm, Instagram və TikTok üzərindən, sosial şəbəkələr üzərindən deyirəm. Bizə nə baş verdi? Bizimlə nə oldu belə? Nə iynəsi vurdular bizə? Kim bizi qarğıdı? Kim bizə cadu elədi ki, yaxşılardan uzaq, Azərbaycan xalqı bugünə qaldı. Efirlərimiz xana, yaxşılardan uzaq. Aparıcılarımız xana, yaxşılardan uzaq. Müğənnilərimiz xana, yaxşılardan uzaq. Psixoloqlarımız xana, 1% yaxşısından uzaq. TikTokerlər xana, orada faiz yoxdur, xana da elə. Blogerlər xana. Bəzi həkimlər, çılpaq danışan həkimlər, hələ onlarınızda kişi də var, utanın, ölün, yerə girin. Əgər sizə kişi demək olarsa, ölün, ölün, ölün. Elə sizə görə deyə, hər şey xana olub. Şah İsmail Xətanın bir sözü var. Deyir, o məmləkətdə ki, xana çoxdur, pozğun çoxdur. Pozğun çoxdur, birində daha nə dedim. O məmləkətdə kişi azdır. Bizim az qalan faiz kişilərimizdən uzaq olsun da, yəni. Allah onları saxlasın. Məhv elədizi bu məmləkətdə kişiliyi. Azadlıq da deyib, müasirlik də deyib, zad elədiniz, kanalizasiya elədiniz bu xalqı, yazıq xalqı. Kim pozdu bizi? Deyəcəksiniz filan, filan, filan. Xeyr, nə Türk, nə Rus, nə Fars, nə o birisi, nə bu birisi bizi pozdu. Bizim içimizdə pozğunluq var idi. Sadəcə onu üzə çıxardan lazım idi, çıxartdı da. Kim çıxartdı, nə çıxartdı? TikTok, Instagram. Bilirsiniz, bu qadınların da, pozğunların da çox olmasında kişilərin günahkardırlar. Kişilər günahkardırlar. Hər elə yaxşı kişi arzulayıram. Kişi yaxşı ki, təkcə biyoloji yox da kişi arzulayıram. Yenə deyirəm, bəzilərinə deyirəm, yaxşılardan uzaq, yaxşı kişilər, yaxşı qadınları Allah qorusun. Heç kim günahkar bilməyin. Heç kimi pozmur. Pozğunluq insanın canında olur. Sən pozulmursansa, deməli pozğun idin, əvvəlcədən pozğun idin sən. Sadəcə sən pozğunluğu bizə təqdim edən sosial şəbəkə yox idi əvvəl. O da çıxdı və oldun populyarlı pozğun.